bu qalanı tikdirmək üçün Şamaxıdan minə qədər ustanı Bakıya gətirmişdi. Bu ustalar Bakının ətrafında indi gördüyünüz kimi binalar tikilir. Ancaq o vaxtı bu binalar yox idi. Bura çöl kimi düppədüz çöllük də değildi. Bir çox adamlar deyir ki, yox çöllük idi. Xeyr. Bu qalalar olmayanda Bakının ətrafı əhəng daşlarından Qobustandakı kimi dağlıq qayalıqlar idi. Bəli, qayalıqlar idi. Və Manüçöhör 1000 nəfər adama, 1000 nəfərə yaxın adam ustanı bura ona görə göndərir ki, o qayaları sındırırlar. Onlar 4 qrupa bölünür. Bir qrup qayaları sındırır, digər qrup bu qayaları yüklüyür və şəhərə daşıyır. Burada bir qrupda bu qayaların daşlarını yonur, kərpiç halına salır, digərləri isə tikirdilər. Və bu qalanın divarlarını tikən adamların adları, hörmətli mənim dostlarım və qardaşlarım, içəri şəhərin məhəllələrinin adları ilə adlarının əvvəlini qoymuş və bütün bu içəri şəhərin bəzi məhəllələrinin adları bu adamlardan gəlmişdi. Məsələn, daş sökənlər, daşı dağıdanlar, daşı daşıyanlar, daşı yonanlar və daşı tikənlər. Əsas məsələ burada gedir. Hamının tanıdığı, hər yerdə Ağşalvarlı dedikləri ilk Ağşalvarlılar məhəlləsindən. Manüçöhür dövründə o daşı yolan adamların daşıyanlardan söhbət getmir. Qayalardan o daşı parçalayanlardan söhbət getmir. Söhbət məhz o daşı dizləri üstə yolan ustalardan gedir. Onlar o daşı baltalarla yolurdular və bu daşın ağ oxantısı onların paltarlarına düşürdü. O vaxtı şalvarlar da bizim şalvarlardan deyil, uzun cübbə geyinirdilər. Və ustaların çoxu o cübbələri qatlayırdılar və bellərindən qurşaqla bağlayırdılar və şalvarları görünürdü. Və o şalvarın üzərinə ağ daş oxantıları tökülürdü. Və buna görə yerli adamlar ona ağ şalvarlar deyirlər. Lakin onların şalvarları davam gətirmirdi və daşın təsirindən tez cırılırdılar. Və Manüçöhür əmr edir ki, köhnə gəmi yelkənlərindən bu adamlara ağ şalvarlar tiksinlər. Bəli, nəticədə daş yonanlar ağ şalvarlar olur. Onlar hər yerdə ağ şalvarla gəzirlər. Və Bakıya o vaxtı köçən Şamaxılılar, yəni Manüçöhürlə bir yerdə paytaxt şəhər olan Şamaxıdan müəyyən idarəçilər gəlirdilər ki, həm ustaları idarə edirdilər, həm şəhərin daxilini idarə edirdilər. Və onlara da deyirdilər Şamaxılılar. Deməli, Bakının ilk iki köhnə, ən qədim məhəlləsi Ağşalvarlılar, həmin o daş yonanlar və bir də ki, Şamaxılılar. Bu iki ən qədim tayfa idi. Bəzi yerlərdə gülməli sözlər deyirlər ki, yox, Ağşalvarlılar matroslardır. Ona görə də onlara Ağşalvarladır. Hörmətli bunu deyən yoldaşlara demək istəyirəm ki, o ağ şalvarlı matroslar ancaq Rusiyanın və Avropanın dənizlərində çəkilmiş filmlərdə olur. Həyatda isə heç biri ağ şalvarla gəlib Rus gəmisinin formasında matrosu kimi Bakıya dolmayıb ki, ya İngiliz onların ağ şalvarı. O vaxt heç şalvar da geyinmirdilər. Hamısı cübbə, cələbiyə, çuxa, bu uzun paltarlar gidir. 16 ilə çıxan şalvarları isə bayaq dediyim kimi ancaq iş vaxtı istifadə edirlər, bir də ata minəndə. Deməli, Bakının birinci məhəllələrindən olan Ağşalvarlılar və Şamaxılılar idi. İkinci, 1501-ci ildə Şah İsmail tərəfindən Bakı zəbt olunur və Səfəvilər gəlir.